Gəlin birlikdə Livgood şirkətinin qazanc planına nəzər yetirək. Öncəliklə hər kəsin iki ağacı vardır. Biri qeydiyyat ağacı, digəri matriks ağacı. Qeydiyyat ağacı şəxsən dəvət etdikləriniz və onları dəvət etdiklərindən ibarətdir. Şəxsi qeydiyyatlar hər biri sizin birinci səviyyənizə yerləşir və nə qədər çox qeydiyyat aparmaq istəsəniz apara bilərsiniz. Çünki bunun üçün heç bir limit yoxdur. Yəni 20 qeydiyyat da aparsanız, bu hər biri sizin birinci səviyyənizdir. Qeydiyyat ağacı 3 şeyi müəyyən edir. 1. Karyer. Qeydiyyat ağacında olan şəxslər sizin karyerinizi müəyyən edir. 2. Dərinlik qazancı. Karyerləri aşdıqca 10-cu dərinliyə qədər qazanclar əldə edirsiniz. 3. Matrik qazancı. Matriks ağacı isə qeydiyyat ağacında olan və ya olmayan şəxslərin adınızın altında yerləşməsindən yaranır. Matriks ağacı üçün hər kəsin sağ və sol tərəfi vardır. İstər şəxsi qeydiyyatlarınız, istərsə də sizdən yuxarıda olan liderlərin dəvətləri sizin adınızın altında 2-2 xanalara yerləşdirilir. Ənənəvi sistemlərdən fərqli olaraq, burada hər kəsin öncə sol tərəfi, sonra isə sağ tərəfi də olar. Məsələn, bu sizin ikinci səviyyənizdir və siz 4 dənə fərqli qeydiyyat edirsiniz və bunların 1, 2, 3, 4 bu formada sıralanıb sadəcə 2 nəfərin adında düşməsi əvəzinə, ondansa 4 nəfərin hər birinin sadəcə sol tərəfinə qeydiyyatlar düşür. Daha sonra isə sağ tərəfinə düşərək dolur. Və indi matriks ağacınıza düşən hər bir insan aylıq ödədiyi abunəlikdən 0,25% qazanc gəlir. Yəni, hər 4 nəfərdən $1. Olduğunuz karyerə əsasən 12-15 dərinlikdən qazanc götürürsünüz. İndi matriksdən qazandığımız qazanclar bir yana, bizə ən çox qazandıran, dəvətlərimizin hər ay matriksdən qazandığı pulun tən yarısını bizə verən matching qazancından danışaq və nəyə görə şəxsi dəvətlərimizin sayının artıq olması bizi daha çox qazandırır, bunu izah edək. Çünki matriks ağacında harda yerləşməndən asılı olmayaraq, şəxsən dəvət etdiyimiz insanların aylıq matriksdən qazancının 50%-i bizə gəlir. Məsələn, nümunə olaraq göstərim, birinci şəxs aylıq matriksdən $1000 qazanır, $500 ondan mənə gəlir. İndi deyək ki, şəxsi 10 qeydiyyat etmişsiniz və hər birinin matriksdən qazancı $400-dır. Hər birindən $200 qazanc bizə gəlir və bu hələ başlanğıcdır. Çünki siz karyerləri açdıqca sadəcə şəxsi dəvətlərinizdən yox, onların da dərinliklərindən belə matching qazanclar gəlir. Yəni, nə qədər çox şəxsi dəvət edirsinizsə, bir o qədər çox referal qazancı, bir o qədər çox dərinlikdən qazanc və bir o qədər çox matriks qazancı və matching qazancı qazanırsınız. Etməli olduğunuz isə sadəcə Livgood imkanları haqqında insanlara məlumat verməkdir. Bu qədər sadə.